Eyni ilə biz İngilis dilində mən mənasına ay sözünün deyildiyini görsək də, may, mi, mayın sözündə mənə sözünün yerində durduğunu görürük. Fikir verin, biz demişiksə, biz deyib onun sonuna, bu sözünün sonuna cəm şəkilçisi gətirsək də, burada bunun vılaşması ilə vi İngilis dilində yerində qalır. Z cəm şəkilçisini isə bizə mənasında as olaraq ingilislər ayrıca deyir. Şu sözündə şının tılaşması ilə və yılaşması ilə yu İngilis dilində sən mənasına gəlmişdi. Şu sözü İngilis dilində qadın o mənasında şi kimi qarşımıza çıxır. Z'nın s, z, t dəyişimi ilə zey, zət, ziz kimi qarşımıza çıxdığını görürük. Və həmçinin bu cədvəldə göstərdiyim kimi s, t keçidi ilə demək ki, şu sözü Rus və İngilis dilində ay və ya kimi qarşımıza çıxır.